Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcərdə ATV-lər məhəlləsinin hündür bir yerində, yuxarı Sentralniya gedən yolun üstündən, Xırdalan dairəsindən Sentralniya gedən, Binəqədi Sentralniya gedən yolun üstündən 100 metr məsafədə, yola yaxın 100-150 metr məsafədə. Amma Biləcərin ATV-lər məhəlləsinin düz yuxarı hissəsi. Gözəl bir həyət evimiz satışa çıxıb, otaqları geniş, ürəkaçan, tam təmirlidir. İndi ətraflı məlumatlarını sizə verəcəm. Sənədi, bələdiyyə sənədi bunu nəzərinizə çatdırım, hörmətli izləyicilər. Demək, gördüyünüz kimi, hörmətli izləyicilər, burada bağça salmaq üçün boş torpaq sahəsidir. Sadəcə ev sahibi hələ ki saxlayıb. Draplar qoyulub, tamet fırılıb, yəni qaz, su, işıq, kanalizasiya hamısıdır. Sənədi, bələdiyyə sənədidir. Bunu da nəzərinizə çatdırım, hörmətli izləyicilər. Ev hündür kürsülü evdir. Ev sahibi aşağıda belə bir şərait yaradıb, artıq əşyaları zadı yığır hal-hazırda. Amma burada yayda zadda oturmaq üçün yay mətbəxi zadı yaratmaq mümkündür. Yəni bunların sizin nəzərinizə çatdırım, hörmətli izləyicilər. Demək, baxın, burada da belə bir yeri var. Nə istəsəz burada düzüb qoşa bilərsiniz. Burada da bir, hər şey qaydasındadır. Gedən də evin içi ilə tanış olaq, hörmətli izləyicilər. Buradan qalxırıq yuxarı. Ev 2 sotun içində inşa olunub, bunu da nəzərinizə çatdırın. Evin təmiri ideal vəziyyətdədir, ehtiyac yoxdur. Al, gəl, gir içəri. Burada balkonudur, yayda zadda otur, çay uzadır, içəri, hər şey qaydasındadır. Keçən də evin içi ilə tanış olaq. Daxil olan kimi geniş dəhliz, ürəkaçan. Sol tərəfdə, girişdə, sol tərəfdə qonaq otağıdır. Kombi sistemindən təsis olunub. Aboylar görürsünüz, səliqəli səhmandır. Açıq aboylardan istifadə olunub, hörmətli izləyicilər. Keçirik bura. Burada bir geniş mətbəxdir. Mətbəx mebelləri təzədir. Yəni nəzərinizə çatdırım, hörmətli izləyicilər. Görürsünüz, yəni həm yuxarıya kimi yığılıb, sağlam vəziyyətdədir. Hər şey qaydasındadır, hörmətli izləyicilər. Bunu da nəzərinizə çatdırın. Burada bir uşaq otağıdır. Təmir qaydasında, səliqəli səhmanlı bir evdir, hörmətli izləyicilər. Nəzərinizə çatdırım, görürsünüz, hər şey qaydasındadır. Həyətinə bir dənə kosmetik xəz lazımdır. Burada da bir yataq otağıdır. Haradasa 12-14 kvadrat olar. Gördüyünüz kimi, hər şey qaydasında. Buna da təmiri, otaqların hamısı səliqəli səhmanlıdır. Görürsünüz, hörmətli izləyicilər, hər şey qaydasında. Sonda burada bir otaq var. Qıraqdan götür, düzdür, orada bir adam yatıb biz tam çəkə bilmirik. Bu da paşda 14-15 kvadrat olar. Bir də burada sanuzeldir. Yuxarılarda çək. Bax, belə təmirli evdir. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram. Ev, ATV-lər məhəlləsinin hündür yeri. Demək, Xırdalan dairəsindən Binəqədi Sentralniya gedən yolundan marşrutdan 100-150 metr məsafədə. Demək olar, qapının ağzı qədər asfaltdır. Düşdün 3 dəqiqə marşrutdan evdəsən. Sənədi bələdiyyə sənədidir. Bunu da nəzərinizə çatdırım. Kimlər evini satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlayın. Evlər satılmağına köməklik göstərməyini göstəririk. Abunə olmağı unutmayın. Mütləq bəyənin ki, bütün ev axtaranlar rahat reklamlarımızı görə bilsin, hörmətli izləyicilər. Evin qiyməti 125.000 start qiymətdir. Real halda olsa endirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son söz, hörmətli izləyicilər, ev sahibi deyəcək. Bir dənə evin həyətinin kosmetikasına pul lazımdır. Evin içini hər şey səliqəli səhmanlıdır. Sonunda gəlsinə görüşəcəksiniz. Qiyməti də ev sahibi deyəcək. Yəni bunların hamısını nəzərinizə çatdırıram. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alanı da xeyir versin, Allah satana da. Amin.